Sən də ona şiddətli bir əzabla müjdə ver. İman gətirib yaxşı işlər görənləri nəyim cənnətləri gözləyir. Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, yenilməz qüvvət, hikmət sahibidir. Allah gördüyünüz göyləri dirəksiz yaratmış. Sizi yırğalamasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və yerdə növbənöv gözəl bitkilər, meyvələr yetişdirdik. Bu gördükləriniz Allahın yaratdıqlarıdır. İndi siz də mənə Allahdan başqalarının nə yaratdığını göstərin. Xeyr, zalimlar açıq-aşkar əyri yoldadılar. Həqiqətən Loğmana Allaha şükr et deyə hikmət verdik. Kim şükr etsə, özü üçün şükr edər. Kim nankör olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyildir, şükrə layiqdir.